Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan müqavilənin ilkin bağlanma müddəti 3 ildən 6 aya dək azaldılacaq. Xəbər verilir ki, bu Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan hərbi xidmət keçimi haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlara təklif edilən dəyişiklikdə əksini tapır. Qüvvədə olan hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddətli həqiqi hərbi xidmətdən ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəyə hərbi xidmət keçimi haqqında əsasnamənin 12-ci maddəsində və bəndində də nəzərdə tutulub.